Aşağı ətrafların varikoz xəstəliyi xalq arasında ən çox yayılmış xəstəliklərdən biri olub. Bir çox insanlarda ciddi problemlər törədir. Bunun ən böyük problemi son neçədə onun fəsadlarıdır. Yəni, əmələ gəlmiş olan trafiki xoralar, tromboz və qanaxmalar bu xəstəliyin ən ciddi fəsadlarıdır. Ona görə insanlarda həmişə bir sual yaranır. Nə vaxt bu xəstəliyi əməliyyat etmək olar? Bir mənalı olaraq demək istəyirəm ki, bu xəstəliyin 6 fazası var, 6 mərhələsi var. Birinci mərhələdə biz bunun əməliyyat etməyi tövsiyə etmirik. Dərman müalicəsi. Sonrakı mərhələlərdə artıq böyük damarlar yarandı. Ayaqda ödem var. Artıq ayaqda trafiki dəyişikliklər gedir. Yəni ayağın rəngi dəyişir və s. Bu mərhələdə cərraha müraciət edib bunun məsələnin radikal həllinə nail olmaq lazımdır. Çünki saxlasanız sonra bu sizdə ciddi problemlər yaşadacaq. Bəzi hallarda tromboz kimi dediyimiz bir çox ağır, həyat üçün təhlükəli olan bir fəsad bəzən insanların həyatına son verə bilər. Ona görə də xahiş edirik vaxtında bu patologiyanla bağlı müraciət edin və bu bəladan özünüzü qurtarın.